Həyat mübarizədir. Təbiətin öz qanunları var və bütün aləm bu qanunlara tabi. Təbiəti təşkil edən bütün varlıqlar daim rəqabətdədir. Var olmaq, seçimli, sağ qalmaq uğrunda rəqabət. Sən sürətli, cəld, çevik, güclü, operativ, ayıq, daim oyaq olmağa məcbursan ki, kiminsə ovuna, şikarına çevrilməyəsən. Hər gün, hər saat, hər saniyə bu davam edir. İnsanlar hər gün heyecan və stres içində işə tələsir. Bax, bütün şəhər qaça-qaçdadır. Kimsə gecikir, kimsə öz yerindədir. Tək məqsəd yetişmək, çatmaq, nail olmaq, qazanmaq. Məğlub olsan, səbəb də özün. Eşitmək istəyirəm sizi. Daha gecələrdə. Barışırsın bütün dünya. Sevdiğini söyle. Daha gecələrdə. Geriye dönmedim. Acılı şirin bir hayat. Bizim için atalım. Bakışlamadı bizi hayat. Seni aparacak senin izlerini. Bunu da bilmeyeceğim o gözlerini. Çok sağ ol güzelim. Hoppa! Şakala şakala. Ver bunları ki. Yerimizi rahatla diyeceksin. Geleceğim yanınıza. Hazır olun. Heyecanlandır benim o arada. Monotonluktan biz her bir adam. Gelirim çıkarak soyum olmadan. Seni yalvarırama. Coşacak varır senin o arada. İşte hareketin koymadan bana. Bana uyumlar şakacı. Sevgimi çalmayına. Şekerini gel. Kızımı daha. Sana çalkala çalkala. Sevgimi biraz heyecan. Dünya uçacak. Nice kanattandır sevgimi. Şekerini gel. Kızımı daha. Sana çalkala çalkala. Sevgimi biraz heyecan. Dünya uçacak. Nice kanattandır sevgimi. Əlləriniz rəqsini qollarınızın ışıqlarına görə. Qız övladları candır, həyatdır. Yolunu gece heyecanıyla gözleydik şimdi. Bəsləyirdik dualarıyla gelişini gözledim. Benim şirin sesli gül bana, gülüşüne kurban olaram. Xoşbəxt bir kız olmalı, sana ben arzularam. Xoşbəxt bir kız olmalı, sana ben arzularam. Sana bana bizlere hediyesi sen, ananın vatanı güllemesi sen. Çiçeklerin içinde en güzeli sen, kızım benim nefesim. Allah'ın bizlere hediyesi sen, ananın atanın güllemesi sen. Çiçeklerin içinde en güzeli sen, kızım benim nefesim. Ve bu sonsuza dek devam edebilir bizim evde adeta. Sen oradan geldin. Parça parça eleyim, o beni günahkar
yazdığımı düşündüğümüz bir senaryo, bir show, gözlenilmeyen sürprizleriyle hamımızı təəccübləndirdi. Bu səhnədən minlərlə, on minlərlə soydaşımızı sevindirən, güldürən, qayğılarını unutturan bir dostumuzu itirdik. Ve biz eyni sahənin insanları olduğumuz için belə bir gündə mənim üçün çox çətindir fikirlərimi, düşüncələrimi nizamlamaq. Çünki doğru sözləri, doğru cümlələri seçə bilmirəm. Ailəsinə baş sağlığı veririk. Bu böyük bir itkidir. Ve her konsert ərəfəsində olur cana yaxın, əziz doğma insanları dəvət etmək istəyirsən. Ben bugün Rəhim Rəhimliyini xatırlayıram. Bugün onu bitirdiğimiz gündür. Benim konsertlerimde benim aziz dostum Oktay Əliyev olmalı. Herkes sevgili daim aktarır. Budur hayatın tek manası. Ben tek seni sevirəm, sevəcəyəm. Seninleyəm, öləcəm. Həyatda tək yaşarsan, her bir halında sen dünyanın güzelisən. Bugünümsen, sabahımsan, bir ömürlük hayat yoldaşımsan. La 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 la.
Leyla. Derman vermedim. Leyla, nada. Müziğimiz, öz renklerimiz, öz nefesimiz var. Yaradan bizi tekrarsız yaradıp ve bu özü büyük bir vergidir. Ama nedense biz bazen unuturuz ki bizim farklı cəhətlərimiz aramızda divarları yok, körpüləri qura bilər. Sizə özümdən danışım. Bütün məktəb illəri boyunca mən digər uşaqlardan seçilirdim. Danışığım, düşüncəm, davranışlarım seçilirdi. Tez-tez yerdən ayrılıb xəyal dünyasında uçardım. Ya da bir nəğmə üzümüzümə edərdim. Üzümdən mahnılar uydururdum. Bir sözlə bu dünyada değildim sanki. Adətən digər uşaqlar fərqli cəhətlərimi gülüş obyektinə çevirərdilər. Halbuki mənim də dostluğa, bərabərliyə həmişə ehtiyacım olub. Və bu divarlar mənə yaxşı tanışdı. Bəzi körpələr başqa cür danışır. Bəziləri dünyanı başqa cür qavrayır, fərqli görür. Kimsə ləng addımlayır, kimsə başqa cür düşünür. Kimsə daim hardasa öz dünyasında, göylərdə, xəyallarda uçur. Bəs belə adamlar, xüsusən belə körpələr, cəmiyyətə vacib bir şeyi öyrədir. Dünyaya gözünlə deyil, ön yargıyla deyil, qəlbinlə bax. İnsan olmaq, anlamaqdır, qəbul etməkdir, empatiyadır. Üz cizgiləri, yeriş, nitq, fərqli digər əngəllər, bütün bunlar sadəcə detallardır. Unutmayaq ki, bu detalların arxasında canlı insan dayanır. O insanın da hissləri, ümidləri və arzuları olur. Gəlin bərabər elə bir dünya quraq ki, heç kəs fərqləndiyi üçün atılmasın, yalnız buraxılmasın. Hər insan bir hekayədir. Nə qədər ki biz bir-birimizi anlamaya çalışacağıq, insan olmağa, insan ola bilməyə şansımız da vardır demək. Axı əslinə qalsa, bu dünyada hər bir insan fərqlidir.